Durmadan suallar gəlir, Lənkəran. Mən heç dəqiqliklə bilmirəm. Mən bilən sorundan xahiş edirəm ki, onu araşdırsın. Mənə də bir şey atıb, indi siz danışın sonra. Mən bilən belə bir sosial şəbəkələrdə yayılıb. İndi bu görüntülərdir. Biz indi o hadisələrin içində olmamışıq deyə kimsə ittiham da eləmirik. Amma bu yayılıbsa buna reaksiya verilməli. Baxın, ümumiyyətlə dövlət strukturlarının, medianın belə bir funksiyası var. Əgər iddia varsa Zahir bəy, o iddiaya təqzib olunmalıdır. Ya da təsdiqini tapırsa aidiyyata addımlar atılmalıdır. Belə bir iddia və görüntülər var ki, bir əskər... Burada gəlib istəyirsiniz, qoy mən həm sizi, həm izləyicilərimizi tanış edeyim. Lənkəranın Osaküçə kəndindəki məsələ ilə bağlıdır. Fərəc Əflatunov döyüşlər zamanı həlak olmayıb, o Naftalanda hərbi xidmətini keçirdi. Məlumata görə xidmət dövründə döyüş bölgəsinə yardım apardığı zaman Bərdə-Yevlax yolunda avtoqəza keçirib, üzərinə UAZ markalı avtomobil aşıb, xəstəxanaya müalicəyə aparılıb. Müalicə zamanı həkimlər səy göstərsə də nəticədə həyatını xilas etmək mümkün olmuyor. Yəni araşdırmalar bunu deyir hələ ki. Amma Zahir bəy, bir şey deyim. Bax, burada indi orada kənd cəmaatının iddiası odur ki, biz açmışıq cənazəni, baxmışıq, güllə yaraları görmüşük və bu şəhiddir. Lap güllə yarası olsa da olmasa da bu adam Naftalandan hara gedirdi? Hərbi xidmət zamanında xidmətə gedir. Bitdi məsələ. Bu adam öz evində həlak olmayıb ki, öz evində vəfat eləməyib ki, əynində Azərbaycan Respublikasının ordusunun uniforması və hərbi avtomobilin içində bu şəhidin, o deyir, şəhid demişə, bu şəhidin ailəsidir. Elə şəhid belələri olur da, şəhid necəsə olur? Baxın, bu arada Nazirlər Kabinetinin yeni qərarlarına əsasən Ermənistanın təcavüzü nəticəsində cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrində həlak olmuş şəxslər, mülki yaxud hərbiçi də şəhid statusu verilir. Bəli, bax, bu bir mənalıdır. Artıq, bilirsiniz Zahir bəy, bu insanları qınamıram. Mən qınaya da, çünki biz bu dönəm, bu iki dönəm oldu. Şəhid, bu şəhiddirmi, şəhid deyilmi? Bax, bu ayıbdır. Vallahi, insanlar öz evladını orduya həvalə eləyir və o orduda hansı formada, döyüşdəmi, sakitdimi, ürək şəhid sayılır. Çünki orduda xidmət zamanı olub, bu bir mənalıdır və bu müzakirə oluna bilməz, olunmamalıdır və şəhidə aid bütün statuslar ona da tətbiq olunmalıdır, onun ailəsinə də tətbiq olunmalıdır və insanların həssasiyyətlərinlə oynamaq olmaz.